Sentyabrın 15-də Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb liseydə yeni dərs ilinin ilk dərsi sinif otaqlarında keçirildi. Bu şagirdlər və müəllimlər üçün sadəcə tədrisin başlanğıcı deyil, həm də yeni ümidlərin, arzuların və nailiyyətlərin rəmzi idi. Sinif otaqları bayram ab-havasında xatırladırdı. Şagirdlər səliqə ilə düzülmüş parta arxasında oturmuş, müəllimlərinin təbrikini dinləyirdilər. Yeni tədris ilində bütün şagirdləri, ələxüsusda birinciləri təbrik eləyirəm, fədakar müəllimləri təbrik eləyirəm, eyni zamanda zəhmətkeş valideynləri, hər birinə uğurlar arzulayıram. İnşallah ki, gələcəyə layiqli vətəndaşlar yetişdirəcəyik. İlk dəqiqələrdən dərsə xüsusi bir diqqət hakim idi. Dövlət atributlarımız barədə danışıldı, şəhidlərimizin qəhrəmanlığı yad edildi, vətən sevgisi və təhsilin əhəmiyyəti vurğulandı. Sentyabrın 15-i yay tətilinin sakit səhərləri artıq geridə qalmışdı. Xırdalan şəhər 9 nömrəli məktəbin qapıları yenidən öz şagirdlərinə açıldı. Məktəb dəhlizlərində addım səsləri, gülüşlər və mehriban görüşlər uzun ayrılıqdan sonra bir-birinə qovuşan dostların sevincini əks etdirirdi. Bugün sinif otaqları adi günlərdən fərqli idi. Partalar üzərində güllər, pəncərələrdən süzülən günəş şüası, müəllimin səmimi təbrik sözləri, elə bil hər şey yeni başlanğıcın həyəcanını bölüşürdü. Bugün məktəbimizə 421-ci sinifə şagird gəlibdir. 14 sinif komplektində cəmləşiblər. Bugünkü fidan balaların bizim məktəbə qoyduqları ayaqlar uğurlu olsun, xeyirli olsun. Vətənimiz, xalqımız, millətimiz üçün düşərli olsun. Mən inanıram ki, gələcəkdə gözəl şəxsiyyətlər, vətənimiz, xalqımız üçün dəyərli insanlar böyüdüb boya başa çatdıracaq. Onların daxilindəki potensialları, istedadlarını üzə çıxardıb, onlarla birlikdə irəli gedib, cəmiyyətimiz üçün yararlı vətəndaşlar yetişdirəcəyik. İlk dərs vətən, bilik və elm mövzusuna həsr olunmuşdu. Müəllimlər sadəcə dərs keçmədilər. Onlar uşaqlarla gələcəyin dəyərini, təhsilin həyat yolunda açdığı imkanları izah etdilər. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 7 nömrəli məktəbdə də bilik günü qeyd olundu. Bu bilik günündə şagirdlər məktəbə çox səliqəli şəkildə gəlmişdilər. Hər birinin üzündə gülüş, təbəssüm vardı. Çünki uzun zamandır görmədikləri müəllim və şagird dostlarını yenidən görmüşdülər. Onlar müəllimlərinə söz verdilər ki, biz bu yeni tədris ilində çox bacarıqla çalışıb müəllimlərimizə layiq olmağa çalışacağıq. Qeyd edək ki, müəllim və şagird münasibətləri təhsildə böyük rol oynayır. Axı müəllim və şagird münasibətləri normal olarsa, təhsilimizdə də həmişə uğurdan danışmaq olar. Yeni tədris ilin başlaması münasibəti ilə bütün məktəb, müəllim heyətini, şagird heyətini ürəkdən təbrik edirəm. Qoy 2025-26-cı tədris ili hamı üçün uğurlu olsun. Bildiyimiz kimi Respublikamız Prezidenti tərəfindən bu il Konstitusiya və Suverenlik ili kimi elan olunubdur. İnanıram ki, bu ildə Abşeron Xızı Regional Təhsil İdarəsi, o cümlədən bu idarəyə daxil olan məktəblər üçün uğurlu olacaq. Hamıya yeni tədris ilində uğurlar arzulayıram. Sinif otaqları və şagirdlər o qədər səliqəli görünürdü ki, müəllim də həvəslə öz şagirdlərini qarşıladı və onlara gələcəkdə uğur dilədi. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.